Salam əziz şagirdlər və valideynlər. Mən Ülker müəllimə yenə də sizə 4-cü sinif riyaziyyat iş dəftəri 2-ci hissə tapşırıqlarının izahı ilə qarşınızdayım və artıq biz bir bölməni bitirdiyimizə görə ümumiləşdirici tapşırıqlar səhifəsinə gəlib çatmışıq. Və mən sizə tapşırıqların izahını verirəm. Başlayaq birinci tapşırığımızdan. Boş xanalara uyğun ədədləri müəyyən edin. Burada vurma ilə verir və müəyyən hissələr olmadığına görə biz bölmə ilə daha rahatlıqla tapa bilərik. Gəlin elə başdan başlayaq. 720 ilə burada 48 verir. 48-i mən burada neçəyə vursam 720 alınır. Ona görə də mən 720-ni bölməliyəm nəyə? 48-ə. 720-ni də 48-ə bölən zaman neçə dəfə düşə bilər? 6 dəfə 8, 48, 6 dəfə 4 düşmür. 72-nin içində 48 bir dəfə düşəcək cəmi. Buradan bir onluq vermişdik. Altdan 4 çıxanda qaldı 2. 24 təbii ki 48-ə bölünmür və 0-ı gətirirəm yanına. 240-ı 48-ə böldüyümüz zaman 6 dəfə düşsə olmayacaq. 5 dəfə 8 olacaq. Çünki 5 dəfə 8 40, 4 yadda, 5 dəfə 4 20, 24. Deməli, burada bizim cavabımız 15-dir. 48-i 15-ə vurub ki 720 alınıb. İndi bura baxacağım. 16-nı neçəyə vurub ki 48 alıb. Ona görə də 48-i böləcəm 16-ya. 48-in içində 16 3 dəfə düşəcək. 3 dəfə 6 18. Burada 1 yadda 4. Deməli bura neçədir? 3. Və bir də artıq özü tapılır ki 15-i almaq üçün 3-ü təbii ki 5-ə vurublar. İndi bura baxırıq. 22 ilə 2-dir. 22-ni 2-yə böləndə 11 olur. Çünki 11-i 2-yə vuranda 22 edir. Və burada neçə olduğunu tapmaq üçün 132-ni böləcəm 11-ə. Ki buranı tapın. 13-ü 11-ə böləndə 1 dəfə. Qaldı burada 2. 22-nin də içində 11 2 dəfə. Cavab 12. İndi sonda isə biz bu ikisini bir-birinə vurmalıyıq ki buradakı ədədi tapa bilək. 132-ni vuracaq 22-yə. Gəlin vuraq. 2 dəfə 2 4, 2 dəfə 3 6, 2 dəfə də 1 2. 2 dəfə 2-in 4, 2 dəfə 3-ün 6, 2 dəfə 1-in 2. 4 0 yazdıq 1 yadda 8 9, bu da 2. Oldu ədədimiz 2904. Sonra bu birinə keçirik. Burada 2021-i 43-ə bölməliyəm ki buradakı ədədi tapım. 2021-i böləcəm 43-ə. Buradan ayıracağım. Neçə dəfə düşə bilər maksimum? 5 dəfə düşə bilər. Baxaq görək. 5 dəfə 3-ün 15, 5 yazırıq bir yadda. Yox, bu olmadı. 4 dəfə düşəcək. 5 dəfə onda 210-a çıxır. 4 dəfə 3 12, 1 yadda. 4 dəfə 4 16, bir də yadda 17. Burada qalacaq 0, burada da qalacaq 3 30. Sonra isə bunu götürəcəyik. Bu da düşə bilər neçə dəfə? 7 dəfə. 7 dəfə 3 21, 2 yadda. 7 dəfə 4 28, 2 də yadda 30. Qaldı 0. Deməli burada 47 imiş ədədimiz. Sonra isə 47-ni neçəyə vursam 47 eləyər. Təbii ki 1-ə vursam 47 olacaq. Burada da 43-dür. Bura 1-dir. 1-i neçəyə vursam 43 eləyər. Ona görə də elə burada 43 yazacağım. Gəlin keçək növbəti tapşırığımıza. Burada bizə nə deyir? Deyir ki cavabı təxmin elə. Əgər cavab inandırıcısı da bu işarə deyilsə x qoyacaq. İndi əvvəl uşaqlar təxmin eləyək. 18 yaxındır 20-yə. 32 də yaxındır 30-a. Yuvarlaq kimi götürürük ki rahat olsun. 2-ni 3-ə vuracaq 6 və yanındakı sıfırların gətirəcək yanına olacaq neçə? 600. 600 ilə bu cavab 3416 tamamilə inandırıcı deyil. Bir-birinə əks kimidir. Bunu bu işarəni qoyuruq. Sonra isə burada 2335-i, üzr istəyirəm 235-i biz yuvarlaq eləyəndə 200 kimi götürürük. 45-i isə 50 kimi götürürük. Burada da eyni qayda ilə 2-ni 5-ə vururam, alıram 10. Sonra isə sıfırları gətirirəm yanına. Olur neçə? 10.000. Burada 10.000 təxminimdir. Burada dəqiq cavabımdır. Bir-birinə doğrudan da inandırıcıdır. Burada isə 624-ü 600 kimi götürürəm. 108 isə 100 də götürmək olar. 110 da götürmək olar. Çünki 110-a daha yaxındır. Yenə eyni qayda ilə rahat olsun deyə 6-nı 11-ə vuraram. Alaram 66. Daha sonra isə burada 2 0, burada isə 1 0, 3 0 gətirərəm yanına 66.000. Bu bizim cavabımızla heç inandırıcı görsənmir. İndi bura baxarıq. 387-ni biz 400 kimi də götürə bilərik və yaxud da 350 kimi də götürə bilərik. Gəl 350 kimi götürək. 350-ni bölək elə 35-ə yox. Gəl bir eləyək. 350-ni də ola bilər və yaxud 350-ni 40-a da bölə bilərik. Amma daha rahat olar ki 400 olsun. 400-ü bölərik 40-a. Düşər 10. 10 düşər və bu da 23-dən məncə inandırıcı sayılmır. Bir xeyli bir-birindən aralı görsənir.
İndi bura baxırıq. 5126-nı mən 5000 kimi götürərəm. Daha sonrası 26-nı isə bu bölmədir. Artıq bölməyə keçid. 30 kimi götürərəm. 50-ni buradan ayırıram. İçində 31 dəfə düşər, qalar 20. 200-ün içində 30 düşər neçə dəfə? 200-ün içində 36 dəfə düşə bilər. 6 dəfə 30-un 180, orada yenə 2 qalar. Yenə olar daha doğrusu 20 qalar. 20 də yenə 30, 200 də yenə bu bir 0-da indirsəm 30-a bölsəm yenə 6. 166 və sair yuvarlaq ədəd bir alınar. Bu təbii ki, bundan inandırıcı görsənmir. Tamam, başqa bir cavabdır. İndi buna baxaq. 72.028-i elə yuvarlalaşdırsaq 72.000 də götürə bilərik. Gəlin götürək elə. Onsuz da bunlar təxminidir. 28 isə 30-dan götürək. 72-ni 3-ə böldüyüm zaman düşər neçə? 24. 24 düşər. Daha doğrusu 72-ni 3-ə böldük. Buradakı sıfırları da yanına gətirsək, 2 burada, 1 burada. Bu isə 211 ilə heç inandırıcı deyil. İnandırıcı cavab sayılmır. Bir-birinə əlaqəsi yoxdur. Daha sonra isə keçəcəyik bu növbəti tapşırığımıza. Burada 3-də bizə deyir ki, burada verilən rəqəmləri neyəcəyik? Bura yerləşdirəcəyik. Gəlin baxaq. Hı. 32-ni vuranda burada 2-ni 2-yə vurub 4 alıb, sonra 2-ni 3-ə vurub 6 alıb, düzdürmü? İndi burada neçəni neçəyə vurub aldığını bilmirik, amma 3-ü yəqin ki 3-ə vurub ki 9 alıb da. Bura 3 yazılıbsa əgər, onda bu da 3 vur 2, 6 olacaq, düzdürmü? Daha sonra isə 4 düşdü ata aşağı, 6 üstünə 6, 12, 1 yadda 9, bu da 10. Deməli, hamısını bir-birinə yerləşdirdik. Daha sonra bizə deyir ki, cavabın doğruluğunu yoxla. Biz də uşaqlar vurmanı bölməklə, bölmənin cavabını isə vurma ilə yoxlayırıq. Burada vurma olduğuna görə biz 1024-ü böləcəyik nəyə? 1024'ü böləcəyik 32-yə. Gəlin baxaq. 102-nin içində 32 neçə dəfə düşə bilər? 3 dəfə düşsə, 3 dəfə 2-nin 6, 3 dəfə 3-ün 9 düzdür. 3 dəfə 2-nin 6, 3 dəfə də 3-ün 9, 96. Deməli, 102-dən 96 çıxacam. Bir onluq burada qaldı 6. Sonra isə 4-ü düşürtdüm aşağı. 64 içində 32 2 dəfə. Burada da 32-ni 32-yə vurmuşdu. Deməli, cavabı düzgün həll etmişəm. İndi bura baxırıq uşaqlar. Alt dəfə 5-in 30. 0 yazıb 3 yadda. 6 0-a vurub 0, 3-ü düşürdük bura. 6-da 1-ə vuranda təbii ki, bura 6 olmalıdır. Bunu tapdıq. Bu getdi. İndi davam edirik. Burada ikincidə alıb 5. Yəqin ki, 5-i 5-ə vura bilərdi, 25 alardı ya da 5-i 1-ə vura bilərdi. Burada 2 olmadığına görə, 5 olmadığına görə 1 var. 1-i 5-ə vurub ki, 5 alıb. Sonra da baxın, 1-i 0-a vurub 0, 1-i 1-ə vurub 1. Daha sonra isə burada düşürdüm artıq toplama mərhələsi 0, 3-ün üstünə 5, 8, 6. 6 düşüb aşağı və burada isə 1 gəlib aşağı olub 1680. Bunu da eyni ilə yoxlayacaq bunun bölməklə. 1680-i böləcəm nəyə? 105-ə. 168-i ayırıram, içində bir dəfə düşür. Çıxıram, burada 3, burada 6 qalır, 63. Və bu 0 da yanına götürəndə burada 6 dəfə düşəcək, 6 dəfə 5-in 30, 0 yazırıq 3 yadda. 6 dəfə 0-ın 0, 3 də yadda burada, 6 dəfə də 1-in 6. Deməli, bunu da düz tapmışıq. İndi keçək 3-cüyə. 9-u 2-yə vuranda təbii ki 18 edir. 8 yazıram, 1 yadda. 9-u 4-ə vuranda, burada 1 yaddamız var idi. 9-u 4-ə vuranda 36, 1 də yadda 37, düzdürmü? 3 yadda. Daha sonra 9 dəfə 3-ün 27, 3 də yadda 30. Bura 3 olmalıdır. İndi bura keçirik. Burada neçəyə vurub ki, bir dənə 2 qalıb onsuz da, amma yenə də yoxlayaq da. 2-ni 2-yə vuranda 4, 2-ni 4-ə vuranda 8, 2-ni də 3-ə vuranda 6. Sonra düşürdü bir yerlə. Və biz də gəlin burada 9918-i bölək nəyə? 342-yə görə doğrudan cavab düzdürmü? 991-in içində yəqin ki 3 dəfə olmaz, 2 dəfə olar. Gəlin baxaq. 2 dəfə 2-nin 4. 2 dəfə 4-ün 8, 2 dəfə də 3-ün 6. Burada qaldı 7, burada 0, burada da 9-dan 6 çıxanda 3 qaldı. Daha sonra isə bu 8-i düşürdürəm aşağı. 3078-i də 342-yə böləndə 9. 9 dəfə 2, 18, 1 yadda. 9 dəfə 4, 36, 1 yadda, 37, 3 yadda. 9 dəfə 27, o da 30. Bu da cavabı düz. İndi davam edirik. Burada artıq bölməyə keçmişik.
78-i 15-ə böləndə neçə dəfə düşə bilər? 7 dəfə düşə bilməz təbii ki. Amma 5 dəfə düşə bilər. 5 dəfə 5-in 25, 2 yadda, 5 dəfə 1-in 5, 2 də yadda 7. 7-ni artıq istifadə elədik. Sonra 75, 8-dən də 5 çıxanda burada 3 qalır. İndi gəlin vurma ilə yoxlayaq. 15 vur 5. 5 dəfə 5-in 25, 2 yadda, 5 dəfə 1-in 5, 7. 5-in də üstünə bu qalığı gəlirəm. Alıram 78. Cavabın doğruluğunu yoxladıq. Davam edirik. 256-ı 78-ə böləndə burada neçə alıb ki? Neçəyə vurub ki görəsən? Neçəyə vura bilər? 4-ə vura bilməz. Yəqin ki 3-ə vurub. 3 dəfə 8 24. 2 yadda. 3 dəfə 7 21. Bu da 22. Əla. Altdan 4 çıxanda 2. Qalığı 22 qalıb. Gəlin biz də 78-i vuraq 3-ə. Bölməni vurma ilə yoxlayaq. 3 dəfə 8 24. 2 yadda. 3 dəfə 7 21. 23. Bunun da üstünə gələcəm. 22-ni alacam. 6, 5, 256. Bu da doğru. Və sonuncu tapşırığımızı işləyək. 4424-ü 56-ya böləndə burada əvvəlcə 7 dəfə özü verib. 7 dəfə 6, 42, 4 yadda. 7 dəfə 5-in 35, 4 də yadda 39. Burada 3'ü verdik. Çıxıb burada 2-dən 2, 0. Burada da 5 və 4'ü düşürdü aşağı. 504'ü də 6-ya böləndə düşər yəqin ki 9 dəfə. 9 dəfə 6'ın 54, 4 yazırıq 5 yadda. 9 dəfə 5'in 45, 5 də yadda 50. Burada 0 yazdıq. Cavabımız 504, daha doğrusu 79. Deməli, mən bunu yoxlayacağım, neyniyəcəm? 56'nı vuracağım, 79'u. Gəlin alt-alta vuraq. 9 dəfə 6'ın 54. 4 yazıram 5 yadda. 9 dəfə 5'in 45, 5 də yadda 50, yəni bu oldu 500. 7 dəfə 6 42, 2 yazıram 4 yadda. 7 dəfə 5'in 35, 42 yazıram 7. 7 dəfə 6 42, 4 yadda, 7 dəfə 5'in 35, üstüne 4 gəndə 39. İndi gəlin bunu toplayaq. 4, 2, 4, 4. Doğrudan da bu cavabımız düzdür. İndi isə keçirik növbəti hissəyə, tapşırıqların davamına. Görək burada bizdən nə istəyir. Gəlin birlikdə işləyək. Ədədlərin düzülüş qaydasına əsasən hərflərə uyğun ədədləri tap, bu ədədləri yerinə yaz və ifadələrin qiymətini hesabla. Burada ədədləri verib bizə, burada A verib, daha sonra müxtəlif rəqəmlər və B verib. İndi gəlin biz buna baxaq. Deməli 120, 142, burada 22 artım var. 142'nin də üstünə burada 22 artıbsa 22 gələndə olacaq 164. Sonra 186, sonra 208. 208'in də üstünə 22 gələndə B olacaq 230. Artıq A və B-nin qiymətlərini tapmış olduq. İndi bu ifadənin yerinə həmin hərflərin olduğu cavabları qoyub misalımızı hesablayacaq. Gəlin baxaq. B neçə idi? 230. Mötərizədə 230 çıx 6 böl. Mötərizə açıram 3 vur. A neçə idi? 164. Çıx 2 vur. B 230. Gəl hesablayaq. Yəni bunu hesablamağa ehtiyac yoxdur. 230'dan 6 çıxanda burada qalır 224. Bu mötərizənin cavabı budur. İndi bunu böləcəyik, amma nəyə böləcəyik? 3'ü 164'ə vuraq əvvəlcə. 3 dəfə 4'ün 12, 2 yazırıq 1 yadda. 3 dəfə 6, 18, 19, 1 yadda. 3 dəfə 1'in 3, 1 də yadda 4. Bunu olduğu kimi saxlayıram. Sonra bu hissəni həll edirəm. Çünki bilirsiniz ki, mötərizəli ifadələrdən birinci mötərizə işlənir və mötərizənin içərisində də həm vurma, həm toplama, çıxma varsa, təbii ki, qüvvətli əməl olaraq vurma bölmə işlənir. Burada bu çıxma qalır. Bu iki vurmalar işləndikdən sonra çıxmaya keçəcəyik biz. Deməli, 230'u da vuracağım 2'yə. Bu 2 dəfə 0'ın 0, 2 dəfə 3'ün 6, 2 dəfə 2'nin 4, 460. Sonra bu ikisini birbirindən çıxırdı. Bu vurmaların cavabları çıxılacaq deyə 492'dən 460'ı çıxacağım. Burada 2, burada 3. Deməli qaldı 32. Sonra mənə nə istəyirdi? Mən bu aldığım 224'ü birinci mötərizədən. İkinci mötərizənin cavabı da 32'dir. 224'ü böləcəm 32'yə. Alacağım cavabımı neçə? Birbaşa böləcəm, çünki 22'nin içində 32 yerləşmir. Məsələn, 7 dəfə düşə bilər. 7 dəfə 2, 14 eləyər. 1 yadda, 7 dəfə 3, 21, 1 də yadda 22. Deməli, cavabımız bu ifadənin cavabı neçə oldu? 7 oldu. İndi keçək o birisinə.
Burada da uşaqlar x-i verib, sonra 315, sonra 300. Burada isə gördüyünüz kimi azalmaya doğru gedir və 15 azalır. 15 azaldığına görə 315-dən üstünə mən 15 gələcəm ki, özündən əvvəlkini tapım. Bu da olacaq, x olacaq 330. Sonra 270, 270-dən də azalacağım, 15 çıxacağım. Olacaq 255. Deməli, x-in cavabı 330, y-in cavabı 250. Yenə də bayaq kimi ifadəmə, ədədləri ifadəmə qoyacağım. Başlayıram. X-in qiyməti 330 idi. Mötərizə açıram. 330 üstə gəl, y istəyir. 255, düzdürmü? Sonra nə edirəm? Mötərizəni bağlamıram. Çıxıram 25. Mötərizəni bağlayıram, bölürəm. X 330 idi. 330-u bölürəm 11-ə, üstünə gəlirəm 255-in bölürəm 51-ə. Əla. İndi başlayırıq. Əvvəlcə bu mötərizəm. Burada gördüyünüz kimi heç bir vurma, bölmə, əlavə, qüvvətli bir əməl olmadığına görə mən toplamamı işləyirəm. 330-un üzərinə 255 gələndə olacaq 585 və 585-dən də 25 çıxanda yerdə qalacaq 560. Birincinin cavabı 560-dır. Bu hazır. İndi keçirik bu hissəyə. Burada birinci biz nə edəcəyik? Gəlin baxaq. Burada bizim birinci işimiz bölməli. Bu bölmə, bax bu bölmə ilə bu bölməni işləyəcək. Daha sonra ikisini toplayacaq. 330-u 11-ə böləndə, bunu heç çubuqlu bölüb vaxt itirməyək. 33-ü 11-ə böləndə 3 dəfə düşür. Bu 0 da gətiririk yanına, olur 30. 255-i də, gəlin bunu çubuqla bölək. Burada sıfırlar yoxdur deyə, yuvarlaq deyil. Belə bölsək daha yaxşı olar. Aha, 255-i 51-ə böləndə yəqin ki 5 dəfə düşəcək. 5 dəfə 25, 5 dəfə 5-in də 25. Düzdürmü? Cavabım 5. Və 30 ilə 5-də toplasam, alaram neçə? 35. Oldu neçə? 35. Deməli, bu hissəmin cavabı oldu 35, bu hissəm 560. Və bu mötərizəyə bölməyimi istəyir. Ona görə də 560-ı böləcəm 35-ə. 56-ın içində təbii ki, bir dəfə düşəcək. Bir dəfə 35, çıxanda burada qalacaq neçə? Burada 1, burada isə 2 qalacaq. 0 gətirəcəm yanına. Görə bu da dəfə düşə bilər. 6 dəfə. 6 dəfə 5-in 30, 3 yadda 6 dəfə üçün 18. Üstünə də 3 gələndə 21, 210. Cavab 16. Deməli, bu böyük ifadənin cavabı 16 olacaq. İndi gəlin davam edək. Görə burada başqa nə tapşırıqlarımız var. Keçdik 5-ciyə. Doğru olan fikirləri gülən smayliklə, yanlış olanları bununla işarə edəcək. Gəlin baxaq. 18675 ədədindən 15 dəfə kiçik olan ədəd. Biz bunu saxlayırıq burada. Bunu tez bölürük. 18605-dən 15 dəfə kiçik. Gəlin bölək. 18-in içində bir dəfə. Qaldı 3. 6-nı düşürtdük. 36-nın içində 2 dəfə. Oldu 30. Qaldı 6. 7-ni düşürtdük. 4 dəfə 5. 4 dəfə düşər. 4 dəfə 5-in 25. 2 yadda. Bu da 6. Burada 2 qaldı. Daha sonra nə qaldı bizdə? 7-ni indirdik. 5 qaldı. 5 qaldı. 67-nin içində 15 4 dəfə. Üzr istəyirəm. 4 dəfə 5 20 edir. Burada qaldı bizim qalğımız 7. Və bu 5-də düşürtdük aşağı. 75-in də içində 15. 5 dəfə düşəcək. 5 dəfə 5-in 25. 5 dəfə 25, 2 dəfə 75. Deməli, ədədimiz 1245-dir. Deməli, bu ədədi nə edirdi? 1245. Bu ədəddən kiçikdir. Deməli, 18675 ədədinin 15 dəfə kiçik olan ədəd budur. Bunu tapdıq. Qarşısında isə 1300 yazacaq. Gördüyünüz kimi təbii ki 1300 böyükdür. Bu isə yanlış fikirdir. Bu kiçikdir deyir. Düzdür. Mən elə bildim, bunu bundan kiçik. Doğrudur. Buna gülən smaylik qoyarıq. Çünki müqayisəmiz budur. Davam edirik. 120 ədədindən 42 misli. Bu ikisi də vurulmalıdır. Ancaq mən də burada yeri korladım. Bəlkə bir qalama tapaq biz. Qalama üzərində işləyək. Qalama tapaq. Deməli, 123-ün 42 misli. Gəlin tez hesablayaq. 6, 4, 2, 2, 1 yadda, 8, 9, 4, 6, 6, 5166. İndi bunu yazaqdan da yazmaq ki, bunu hesablayaq. 287-nin 18 mislindən böyükdür. Deməli, buradakı ədəd bundan böyük olmalı. Gəlin vuraq baxaq. 56, 5 yadda. 64, 5 yadda 69, 6 yadda. 16, 16-nın da üstünə 6 gələndə olacaq 22. 7, 8, 2. 6, 6, 1 yadda, 1 yadda, 4, 5. Cavablar eyni olur inşallah gördünüz. Deməli 5166. Bunların cavabları bir-birinə bərabərdir. Bu isə deyirdi ki, böyükdür. Buna gülməyən, yəni üzgün smaylik qoyuruq. İndi bizə deyir ki, hasillərin bərabər olduğunu bilərək boş xanlara uyğun ədədləri tap. Hasillərin bərabər olduğunu bilirik. Deməli biz nə edəcəyik? Bunu vuracaq, tapacağıq və burada tapdığımızı 13-ə bölməliyik ki, bunu buranı tapaq və ikisinin də cavabları bərabər olsun. 26-nı 12-yə vuraq tez. Alacaq neçə? 2, 6, 2 yazdıq. 1 yadda 4, 5, 6, bu da 2.
312. İndi biz bu 312'ni 13'e bölməliyik ki, buradakı da tapaq. 312'ni 31'e ayıram. 31'i 13'e böləndə 2 dəfə düşəcək. 26. 26 olur. Burada neçə qalır? Təbii ki 5 qalır. Bu 2'ni də düşürürəm yanına. 52'nin içində 13, 4 dəfə. 4 dəfə 3'ün 12, 2 yazırıq 1 yatı, 4 dəfə 1 yatı 5. Deməli burada neçə olacaq uşaqlar? 24 olmalıdır ki, hasili onun daha 312 olsun. İndi buna keçirik. Gəlin 57'ni vuraq 65'e. 35 3 yatda. 25 3 yatda 28. 42 4 yatda. 30 34. Burada çıxdıq bir balaca yox. 5 0 yazırıq 1 yatda 7 3 3705. İndi 3705'i böləcəm nəyə? 95'e. Ki buradakını tapın. Ki cavabları eyni olsun. Daha doğrusu hasilləri eyni olsun da yəni. Baxaq görək 370'in içində 95 neçə dəfə düşə bilər. 5 dəfə 9 45 eləyər. 4 dəfə 9 45. 4 dəfə də çox olar. 3 dəfə götürək. 3 dəfə 5'in 5 yazırıq 1 yatda. 3 dəfə 9'un 27 bir də yatda 28. Gəlin çıxaq. Buradan bir onluq götürürəm. Burada qalır 5. Burada isə 6 qalmışdı. Burada 6'dan 8 çıxıb 10'luq götürürəm. 16'dan 8 çıxanda 8, 85. Və sonra isə bu 5'i düşürdürəm bunun yanına. 8 dəfə 5, 7 9, 63. Görə buradan neçə dəfə düşəcək ki, 855 alsın. Bax. 9 dəfə 5'in 45, 9 düşür. 5 yazırıq 4 yadda. 9 dəfə 9'un 81, 4 yadda 85. Deməli burada neçədir cavab? 39. Bunda xətt çəkək qarışmasın. İndi 125'i vuracağım. 35'e. Gəlin vuraq. 5 dəfə 5'in 25, 2 yadda. 5 dəfə 2'nin 10, 12, 1 yadda, 5, bu da 6. 15, 1 yadda, 6, 7, 3 dəfə 1'ində 3. 5, 7, 3, 4. İndi burada 4375'i böləcəm 25'e. 43'ün içində 1 dəfə. 8, 3'dən də 2, 1, 18. 7'ni düşürdüm aşağı, 187'ni böləcəm 25'e. Ən çox 100 dəfə düşə bilər. 9 dəfə düşə bilməz. 6 dəfə düşə bilər bəlkə. Buradan 7'ni də yoxlayaq. 3 yadda, 7 dəfə düşə bilər məncə. Gəlin baxaq, 7 və 5'in 35, 3 yadda. Bəlkə 8 düşə bilərdi. Yox 8 düşməz. 7 və 5'in 35, 3 yadda. Sonra nə? 7 dəfə 2, 14, 3 də yadda 17. Yox. Burada 2, burada isə 1, 12. Və sonra isə 5'e düşürdürəm. 125'in də içində 25. Təbii ki 5 dəfə düşəcək. 5 dəfə 5'in 25, 2 yadda. 5 dəfə 2'nin 10, 12. Burası 0. Burada cavabımız neçəymiş? 175 imiş. İndi keçirik buna. 420'ni əvvəlcə 16'ya vurmalıyam. Gəlin vuraq. 6 dəfə 0, 0, 12, 1 yadda, 24, 25. 0, 2, 4. Gəlin toplayaq. 0, 2, 7, 6. Və həmin bu 6720'ni də belə 24. Ayırdım burada. 3 dəfə düşə bilməz, 2 dəfə. 8, bu da 4. Burada qaldı 9, burada qaldı 1, 19. Bu 2'ni gətirdim yanına. Görək 9 dəfə düşə bilərmi? 9 dəfə 4'ün, yox düşmür. 3 dəfə, 9 dəfə, 6 dəfə 4'ün, 24, 6, 7 dəfə 4'ün. 8 dəfə düşə bilər məncə. 8 dəfə 4, 32, 3 yadda. 8 dəfə 2, 16, 3 də yadda 19. Burada qaldı 0, doğru cavab 28. 6. tapşırığımız bitdi və gəldik sonuncu, səhifəmizdəki sonuncu, yəni 7-ci tapşırığa. Bunu belə yox. Bunu tam sistem modelinə uyğun işləsək daha məqsədə uyğun olar. Elə bunu tam sistem modelindən verir. Gilas yeşilləri x-dır. Biz bunu təmlik kimi işləyək. Deməli x üstə gəl 11 dəfə, onu da bilmirəm. 11x o da bərabərdir 216. Daha sonra 12x bərabər olacaq 216'ya. X da bərabərdir 216'nı 12'ye böləndə neçə eləyəcək? 21'in içində 12 bir dəfə düşəcək. Daha sonra orada qalacaq 216, 21'dən 12 çıxanda qalacaq burada 9. 96'ın da 12'ye bölündə 8 dəfə düşəcək. Deməli x-ımız 18'dir. Gilasın qiyməti elə 18'dir. Burada ama bizə deyirdi ki, ərik gilasdan 11 dəfə çoxdur. Ona görə də biz 18'i vuracaq 11'ə ki, əriyi tapa bilək. 8, 1, 8, 1. 198. Ərik də olacaq nə? 198. Cəmi yəni 198. Bu ikisini də topladığımız zaman ikisi bir yerdə elə onsuz da 216 eləyəcək. Ümid edirəm uşaqlar sizin üçün az da olsa faydalı oldu. Səliqəsizliyimə görə üzrlü sayın. Vaxt itirmədən tez işləməyə çalışdım. Növbəti videolarda görüşənədək.